Valideynlərin çox maraq göstərdiyi və artıq bir çox pasientlərimizdə tətbiq etdiyimiz həftəlik böyümə hormonları haqqında məlumat paylaşmaq istəyirəm. Hal-hazırda bir çox pasientlərimizin istifadə etdiyi, rəsmi olaraq da uşaqlarda istifadəsinə icazə verilən preparat MGMV-lardır. Həftədə bir dəfə tətbiq olunan böyümə hormonudur. Bu preparatla əlaqədar bəzi məqamlar vardır ki, bu preparat vurulanda, tətbiq olunanda IGF-1 istənilən vaxt yoxlanıla bilməz. İğnəni vurulan gündən 4-cü günü IGF-1 baxılmalıdır ki, çox tez baxılarsa IGF-1 çox yüksəyə çıxa bilər. Bu həkimi yanılda bilər və yaxud da 4 gündən daha gec baxılarsa da IGF-1 aşağı görsənə bilər. Bu da real mənzərəni əks etdirməyəcək. Digər bir məsələ, bu preparat da digər böyümə hormonları kimi 2-8 dərəcədə saxlanmalıdır. Çıxarıldıqdan sonra otaq temperaturunda maksimum 2 saata qədər saxlanıla bilər. Daha sonra keyfiyyət düşür aşağı. Və bu preparat ilk istifadədən sonra 28 gün ərzində istifadə olunmalıdır. İstifadə olunmazsa 28 gün sonra istifadəsi icazə verilmir, istifadə olunmamalıdır. Digər bir məqam, bu preparat həftəlik hesablandığına görə, əgər ki, pasient bir inyeksiyanı öz günündə vurmağı unudubsa və vurmağının üstündən 2-3 günə qədər vaxt keçibsə, dozanı vura bilər, sonra yenə də həkim təyin edən günlərdə davam etdirilir. Yox, əgər 3-4 gündən daha çox keçibsə, iğnə ta ki vurulmalıdır 4-cü gün, artıq həftənin 6-cı və ya da bazar günüdürsə, yox, 4-cü gün vurulsa, artıq bazar günü və ya da 1-ci günüsə, onda həmin doza artıq buraxılır. Növbəti həftənin 4-cü günü yenə də iğnə tətbiq olunur.